Axşamınız xeyir olsun xanımlar. Mən AVK Universitet Akademiyinin direktoru Ayşən Adıgözalova. Akademiyamız çox qısa zamandır ki, fəaliyyətə başlayıb və bu bizim ilk vebinarımızdır. Ay Akademiyanın məqsədi qadınların daxili dünyasını anlamaq, yaşadıkları emosional çətinlikləri altında yatan görünməyən səbəbləri araşdırmaq, o yola işıq tutmaq və öz güclərini özlərinə sübut etməkdir. Və buna görə də biz ilk vebinarımızın mövzusunu görünməyən səbəblər olaraq seçdik. Və bu vebinarda bizə görünməyən səbəbləri daha peşəkar, öz baxış bucağından psixoloq Şəfiqə xanım təqdim edəcək. İndi isə vaxt itirmədən sözü ona veririm. Şəfiqə xanım, buradasınız. Bəli. Axşamınız xeyir olsun. Hər kəsi salamlayıram. Xoş gəlmisiniz. Mən psixoloq, psixoterapevt Şəfiqə Quliyeva, eyni zamanda təlimçi. 2016-cı ildən bu sahədəyəm və bu sahədə Bakı Dövlət və Qərbi Kasp Universitetində magistr və bakalavr üzrə təhsil almışam. Eyni zamanda bu dövrdə müxtəlif təlimlər, həm beynəlxalq, həm yerli təşkilatlar tərəfindən almışam və özümü inkişaf elətdirmişəm. Özümü bu sahə üzrə inkişaf elətdirmişəm. Eyni zamanda həm uşaq psixologiyası, həm böyük psixologiyası, yetişkinlərin psixologiyası mənim maraq dairəmdə olmuş və diqqətimi çəkmişdi. Bu vebinarlarda ABA terapiya, CBT terapiya, eyni zamanda şema terapiya, bu kimi MDR terapiya, bu kimi terapiyalar alaraq hal-hazırda dövlət xəstəxanalarının birində psixoloq kimi fəaliyyət göstərirəm. Ayşən xanım. Ayşən xanım. Bəli. Slayd. Görünür, slayd açmışam. Görünür, əvvələ verək. Ayşən xanım Awaken Yourself Akademiyanın təsisçi direktorudur. Ona təşəkkür edirik bu webinar üçün. Tamam, başa verə bilərik Ayşən xanım? Əvvələ. Tamam, başlayaq. Demək, bu webinarı niyə təşkil etmişik? Webinarı təşkil etmə səbəbimiz odur ki, bir çox qadını, yəni onlarla qadını daha doğrusu bir araya gətirmək və onların yaşadığı problemi, onların yaşadığı hissləri birlikdə müzakirə etməyə çalışmaq, eyni zamanda tək olmadıqlarını hiss elətdirməkdir. Bundan əlavə, eyni zamanda biz gündəlik müəyyən şikayətlər edirik, müəyyən problemlər yaşayırıq. Əslində, qadınlara buradan çatdırmaq istəyirik ki, bu səbəblərin altında, bu problemlərin altında bir çox psixoloji səbəblər yatır. Və bu psixoloji səbəblər nədir? Bunu bugün sizə deyərək biz sizə aydınlatmağa çalışacağıq. Əslində bu webinar bir dəyişim webinarı deyil. Dəyişimin başlanğıcına gələcəksiniz. Eyni zamanda müəyyən bir fərqindəlik yaranacaq. Slaydı dəyişək. Bəs biz burada nə öyrənəcəyik? Yəni, bu günlərin bu webinara qoşulma məqsədimiz nədir? Çünki insanlar webinara qoşularkən və hansı təlimlər, seanslara və yaxud da seminarlara qoşularkən müəyyən bir məqsəd üzrə qoşulur ki, yəni mən burada nə əldə edəcəm, niyə qoşulmuşam, məqsədim nədir? Bu webinarda biz sizin gündəlik yaşadığınız daxili yorğunluğun və yaxud da gərginliyin, aqressiyanın, əsəbin, stresin görünməyən səbəblərini izah edəcəyik. Eyni zamanda siz burada qurban, xilas edici və günahkar rollarının nə olduğunu anlayacaqsınız. Yəni, biz bir rollara girmişik və bu rolları sizə açıqlayacağım. Və siz niyə belə deyim, emosional dövrlər var ki, bunlar təkrarən yaşanır. Yəni, biz çıxılmayan bir sanki dairənin içərisində eyni həyatımızda olan problemləri yaşayırıq və çıxa bilmirik. Bəzən özümüzə sual veririk. Niyə bunlar bizim başımıza gəlir? Bəlkə də burada bu sualın çoxunun cavabını tapacaqsınız. Və eyni zamanda problemlərin çoxunun sizdə olmadığını anlayacaqsınız. Özünüzlə daha sağlam münasibət quracaqsınız, öz məninizi daha yaxşı tanıyacaqsınız və özünüzə şəfqət duymağı, özünüzə sevgi verməyi bu webinardan sonra öyrənəcəksiniz. Bu günlərim istəyərdim ki, hər biriniz, webinara qoşulan hər kəs dərindən bir nəfəs alıb versin və mənim bu sualımı real olaraq özlərinə səsli şəkildə cavablasınlar. Və özünüzə belə bir sual verin. Son vaxtlar bizi ən çox yoran nədir?
Dəstək ala bilməmək, sevgisizlik, diqqət görməmək, eyni zamanda özünüzə vaxt ayıra bilməmək və yaxud da anlaşılmamaq. Bunların hər birini direkt, yəni chat bölməsinə yaza bilərsiniz cavabını və yaxud da səsli şəkildə özünüzə cavab verə bilərsiniz. Əslində bəlkə də bir çoxunuz buna cavab tapmısınız və indiyənə qədər onun fərqindəsiniz. Bəlkə də bir çoxunuz fərqində deyilsiniz. Əgər fərqində deyilsinizsə, bu sualı verdikdən sonra, əgər bu yorğunluqdursa, dəstək ala bilməməkdirsə, sevgisizliksə, diqqətsizliksə, elə bu cavabların özü bizim bugünkü vebinarımızın özüdür. Yəni biz elə bu cavablar üzərindən gedəcəyik. Yəni buna uyğun cavablara uyğun belə deyək, bilgilənəcəksiniz, məlumat alacaqsınız. Mən əvvəldə də dedim ki, biz görünməyən səbəblər haqqında danışacağıq. Yəni əslində problemi görürük. Məsələn, əsəbləşirik və yaxud da gərgin oluruq, yorğun oluruq, narahat oluruq. Bunların hər biri görünən tərəfdir və qadınlar tez-tez deyir, əsəbləşirəm, özümü daha sonra günahkar hiss edirəm. Bu əsasən uşaqlarla münasibətimizdə daha çox olur. Məsələn, valideyn uşağa əsəbləşir, daha doğrusu öz əsəbini uşağa tökür, sonra deyir ki, əslində onun günahı yox idi və özü vicdan əzabı çəkir. Belə desək, yəni tez deyir, çox pis oldum, özümü günahkar hiss edirəm və yaxud da ki, bunu digər sevdiyi insanlarla yaşaya bilər. Və yaxud da hər şey edir, amma hər zaman yorğun olduğunu deyir. Mən yorğunam, bəzən deyir, mən yetmirəm, mən bacarmıram. Belə deyim ki, bu bizim gördüyümüz tərəflərdir. Bunun altında emosional aclıq, yox deyə bilməmək, eyni zamanda sərhədsizlik, daha sonra görünməyən bir çox psixoloji yüklər durur. Məsələn, buna bir misal çəkək ki, tutaq ki, bir qadın həddən artıq əsəbləşir, gərgin olur və əsəbini kiməsə tökdükdə başlayır deyir ki, mən hə, əsəbləşir, gərgin və başlayır deyir ki, mən çox yorğunam, çox gərginəm. Əslində bunun altında indiyənə qədər bastırılmış duyğular, ifadə edə bilmədiyi, özünü başqalarına çatdıra bilmədiyi hisslər, duyğular durur. Bundan əlavə deyir ki, mən hər şeyə çatıram, hər şeyi edirəm, amma xoşbəxt deyiləm. Bu nə deməkdir? Yəni yenə də burada sərhədini bilmir. Hər şey üçün özünü qurban verir, fədakarlıq edir, amma öz ehtiyacları nədir? Yəni maddi cəhətdən yox, mənəvi cəhətdən həqiqətən ehtiyacları nədir bilmir. Bu bizim görmədiyimiz tərəflərimizdə, ümumən görməyən tərəflərdə uşaqlıqla və yaxud da ki, digər travmalarla əlaqəli ola bilər. Bu günlərim istəyərdim ki, yenə də kiçik bir özünə icazə məşqi edək sizinlə və sizlər də çalışın ki, bu məşqlərə qoşulun. Çünki bəlkə də seminarın sonunda bir neçə sual verərək öz beyninizi aydınlada bilərsiniz. Bunlar şuur altında deyil də şuurumuza gəlsə, bu problemləri çözmək daha rahat olacaq. Özünə icazə məşqi adında bir qısa məşq burada əlavə eləmişik. Hər kəs dərindən nəfəs alıb versin mənimlə birlikdə və daha sonra bu sualları özümüzə verək. Dərindən nəfəs alıb verərkən yəqin ki, bilirik, nəfəs texnikalarından bəzilərimiz bilir, bəzilərimiz bilmir. Bir çox iştirakçılar qoşulub, əvvəlki təlimlərimizdən bunu məlumat vermişəm. Nəfəs alarkən burundan alıb ağzımızdan veririk və sanki qarnımızda bir balon var, burundan nəfəs alarkən o balonu şişirib, ağzımızdan nəfəs verərkən o balonu sadəcə boşaltdığımızı təsəvvür edirik. Və bu düzgün nəfəs alıb vermək beynimizi oksigenlə qidalandırır, düzgün düşünməmizə, düzgün duyğularımızı ifadə etməmizə kömək ola bilər. Özünüzə icazə məşqi belədir. Dərindən nəfəs alıb veririk. Bugün kim üçün yaşayırım? Ən çox nəyə susmuşam? Əgər qorxmasaydım nə deyərdim? Bu suallara səsli şəkildə cavab verə və yaxud da çata yaza bilərsiniz. Anonimliyi qorumaq üçün özünüz üçün səsli cavab verin. Bu aydınlanma məşqidir. Yəni beynimizlə özümüzün aramızda olan bir aydınlanma yaşayırıq bu məşqdən sonra və bəlkə də çoxlarınız bu sualları heç özünüzə vermirsiniz. Əslində bu cür sualları verərək özünüzə şəfqətin
Aha. Özümüzə sanki bir şəfqət, özümüzə şəfqəti aşılayırıq. Yəni insanlar bəzən biz başqaları üçün yaşayırıq, başqalarına məsləhətlər veririk, başqalarına dost oluruq, arxa oluruq, amma özümüzü unuduruq. Bu zaman bu cür suallar, bu cür belə deyim, texnikalar bizim özümüzlə əlaqə yaratmamızı, ruhumuzu, cismimizi fərqində olmamıza kömək edir. Əslində son dövrlər bu verdiyim məlumatlar çoxu belə deyək, təcrübələrimizdən, seanslarda baş verən terapiyalardan əsaslanaraq sizə ötürülür. Düzdür, burada nəzəriyyələr çoxdur, amma biz bunu təcrübəmizlə birləşdirmişik və bu təcrübələrdən biri də seansda görürəm ki, son dövrlər ən çox qadınlar hər kəs məndən razı qalmalıdır inancı ilə yaşayır. Yox desəm məni sevməzlər qorxusu və bədənlərini, ruhlarını sanki bir yarışdadılar. İcazə vermirlər ki, dincəlsinlər. Yəni mən tutaq ki, indiki müasir dövrdə mən ev almalıyam, mən maşın almalıyam, mən universitetə girməliyəm, ikinci ali təhsil alım və s. və s. Əslində bunlar yaxşıdır və inkişafımıza dəstəkdir. Sadəcə bunları etap-etap etmək əvəzinə, yəni başlayırıq sanki yarışdayıq və istirahətə vaxt ayırmadan davamlı şəkildə bunları düşünürük. Bəzən başqalarıyla müqayisə edirik özümüzü və bunun üzrə yol alırıq və bu da bizdə təşviş, gərginlik yarada bilər. Eyni zamanda hər kəs məndən razı qalmalıdır düşüncəsi. Bu düşüncə nədir? Baxın, belə deyim, malı məlinə çox işlədirik. Hər kəs məni sevməlidir, hər kəs məni görməlidir, hər kəs mənim bacarığımı bilməlidir və bütün insanlar iş yerində, evdə, hər kəs məndən razı qalmalıdır. Malı məli bizdə təşviş yaradan düşüncədir. Yəni mən tutaq ki, bir misal deyək, mən çox məsələn bacarıqlı olmalıyam deyirik və beyin əmr şəklində bunu qəbul edir. Bacarıqlı olmalısan və beyin əmri sevmir. Çünki biz beyinə əmr etdikdə və yaxud da normalda kiməsə əmr edəndə həmən insan qarşı çıxır, reaksiya verir ki, niyə mənə əmr şəklində dedin? Eyni zamanda beyin də bu cür işləyir. Yəni beyinə malı məli düşüncəsi ilə yaxınlaşdıqda və yaxud da dedikdə, əmr etdikdə beyin deyir ki, etməyəcəm və yaxud da səni təşvişə salır. Ona görə mən hər şeyi bacarmalıyam, yox, əlimdən gələni edirəm. Və yaxud da universitetə girməli. Bəzi qadınlar üçün mən ikinci ali və yaxud da ali təhsil almalıyam. Mütləq başqa yolu yoxdur. Beyin deyir ki, və beyin təşviş yaşayır ki, yəni almalısan, başqa yol yoxdur. Bəzən bu hətta intihara qədər gedir. Çünki həyatımızın sadəcə o dövrdən ibarət olduğunu, çünki beyni o cür algılatmışıq. Universitetə girməliyəm. Yenə malı, məli. Amma biz deyəndə ki, bacardığım qədər oxuyacağam, bacardığım qədər əlimdən gələni edəcəm, amma digər vəziyyət artıq məndən asılı deyil. Bu cür cümlə qurduqda, yəni neqativ düşüncəni tutub onu belə deyək, CBT terapiya da var bu. Biri var avtomatik düşüncə ilə bir yol almaq. Eynən bu malı məli də koqnitiv terapiya mövzusudur. Yəni biri var malı məli ilə yol almaq, biri də var ki, o avtomatik düşüncəni tutub beynini təşvişdən azad edib daha dolğun, daha doğru və beynin inanacağı bir düşüncə ilə davam eləmək lazımdır. Yəni beyin yalana inanmır. Məsələn, mən mütləq universitetə girəcəm və yaxud da mən mütləq yaxşı ailə sahibəsi olacam, sahibi olacam. Bunlar beyni inandırmır. Beyin yalanlara inanmır. Beyinə gerçək, doğru olan cümlələr qurmaq lazımdır. Çünki bizim dilimizdən çox şey asılıdır. Dil səhvi var ki, məsələn, hər şeyi ümumiləşdirmək, malı məlidən istifadə eləmək, bunlar bizi yorur. Yəni çalışmalıyıq ki, nitqimizdən çıxanlara fikir verək. Yox desəm məni sevməzlər qorxusu çox zaman uşaqlıqdan gəlir. Yəni biz özümüzü ifadə edə bilmədikdə irəli bölümlərdə, slaytlarımızda bu haqqda danışacağıq sizlə. Ki, yəni yox deməyin əsas səbəbi nədir? Bizə hardan gəlir və bizi necə idarə edir? Bu nədən, yəni səbəbi nədir? Bunu biz şemalar bölməsində sizinlə ətraflı danışacağıq. Növbəti slaytımıza keçirik, zəhmət olmasın. Şemalar. Şemalar nədir? Bəlkə də ilk dəfədir çoxunuz eşidirsiniz şema. Azərbaycan dilində sxema terapiya deyilir. Biz terapiyalarımızda bunlardan çox istifadə edirik. Yəni şema terapiya, koqnitiv terapiya. Şema daha doğrusu bizim ehtiyaclarımızla əlaqəli bir terapiyadır. Bu emosional ehtiyaclardır. Yəni
e, ruhumuzla əlaqəli olan ehtiyaclardır. Uşaqlıqdan qarşılanmayan ehtiyaclarımız bizi gətirib bu dövrə çıxardır ki, beynimiz deyir, elə dünya belə olmalıdır. Bəzən deyirik ki, mən birinə hədsiz yaxşılıq edirəm. Yəni mənə demədən, məndən istəmədən yaxşılıq edirəm, amma səbəbini bilmirəm. Çünki uşaqlıqdan sənin ehtiyacın düzgün ödənmədiyi üçün hal-hazırda beynimizdə dünya belədir, belə davam eləməlisən. Yəni şuurumuz bizi bu cür yönəldir. Daha doğrusu şuuraltımız bizi bu cür yönəldir. Şemalar Karl Jung'un ehtiyaclar nəzəriyyəsi var ki, ona görə 5 əsas uşaqlıq ehtiyacı vardır. Birincisi təhlükəsizlikdir. Əgər uşaq təhlükəsiz mühitdə böyüyürsə, bu gələcəkdə onun üçün güvən, sevgi və qorunmaq hissini belə deyim, doğru aşılayır. Məsələn, təhlükəli mühitdə böyüyən, yəni ana bir gün evdə uşağın ən çox 3 yaşı olan dövrünə qədər uşaqla ana arasında emosional münasibətlər daha çox olur. Yəni güvən, bəzən deyirlər ki, uşağı çox qucağına alma, uşaq sənə öyrəşəcək və s. və s. Əslində orada uşağın ehtiyacı odur. Təhlükəsizlik ehtiyacını qoruyur və öyrəşməlidir. Zaten səni öyrəşməlidir. Sənlə bərabər olmalıdır ki, gələcəkdə onda ayrılıq qorxusu, tərk edilmə qorxusu, bu kimi qorxular yaranmasın. Bir uşaq təhlükəsizlik ehtiyacı ödənməyibsə, ananın və yaxud da atanın bir gəlişi, bir gedişi, yəni bir yanında olublar, qəfil yox olublar və yaxud da ki, anasız, atasız böyüyən uşaqlarda daha çox bu müşahidə edilir. Böyüyəndə bu uşaq sanki belə deyim, məsələn, tutaq ki, sevgi münasibətlərindən bunu çox görürük. Əgər qarşı tərəfə mesaj yazır, əgər gec cavab verirsə, təşvişə düşür. Məni tərk etdimi, yoxdurmu, yenəmi qoydu getdi? Yəqin ki, məndən bezib kimi hisslər yaşayır. Əslində bu tərk edilmədir və yaxud da ailə münasibətləri qura bilmirlər. Bəzən qadınlarımız müəyyən yaşa gəlir, hazır deyiləm düşüncəsi formalaşır. Niyə? Çünki onların çox zaman təhlükəsizlik ehtiyacı düzgün ödənilmədiyi üçün bunlarda güvənsizlik yaranır. Yəni ya bu sevgi münasibətində güvən olur, ya ailə münasibətində, ya dost münasibətində. Və nə olur? Burada özünə qapanırlar, daha çox işə meyil edirlər və s. Ona görə uşaqlarımıza təhlükəsizlik ehtiyacını düzgün doğru aşılayaq ki, gələcək üçün belə deyək, yetişkin qadın obrazında və yaxud da yetişkin kişi obrazında olanda problemləri yaşamasınlar. İkinci ehtiyacımız sevgi və qəbuldur. Bu nədir? Yəni biz deyirik ki, hər bir canlının sevgiyə ehtiyacı var. Sevgi ehtiyacı var. Sevgi ehtiyacı və yaxud da qəbul olunma, cəmiyyətdə qəbul olunma və yaxud da ailədə qəbul olunma ehtiyacı düzgün ödənilmədikdə bu insan sevgiyə ac olur. Yəni hər zaman qəbul edilmə, hər kəs məni təsdiqləsin, hər kəs məni sevsin. Yetişkin məndə artıq bunu istəyir o. Hər kəs mənim yəni məsələn belə bir misal da çəkim ki, sevgi ehtiyacının ödənilməyən uşaqlarda, yəni heç ödənilməyən uşaqlarda necə olur böyüyərkən? Yəni bəlkə də bu çoxunuzda var və fərqinə varacaqsınız. Heç ödənilməyən sevgi ehtiyacında olan bir insan başlayır qısır döngüyə. Məsələn, deyir ki, mən atam kimi biri ilə münasibətə girmərəm. Tamam mı? Və yaxud da mən tutaq ki, anam kimi bir insanla rəfiqə olmaram və s. və s. Amma şuur altı sevginin düzgün ödənilmədiyi üçün onu eyni cür münasibətə aparır. Yağışdan çıxıb yağmura düşürük misalı kimi. Yəni düzgün sevgi ehtiyacı ödənilmədiyi üçün istər-istəməz başqa birinin o cür sevgini o cür anladığı üçün o cür insanı tapmağa, o cür insanla münasibət qurmağa başlayır. Və yaxud da həddən artıq sevgi. Bilirsiniz, hər şeyin orta norması var. Yəni biz bunu bilirik. Məsələn, deyirik ki, hər şey normal olmalıdır, normal ölçüdə olmalıdır. Bəzən də həddən artıq sevgi veririk. Bu həddən artıq sevgi egoist insana gətirib, narsist insana gətirib çıxarda bilər. Yəni burada ancaq mən varam, mənim fikirlərim doğrudur. Bu münasibətlərdə ata-ana övlad münasibəti olsun, sevgi münasibəti, ər-arvad münasibəti olsun. Bəzən problemlərin çoxu elə buradan qaynaqlanır ki, ər-arvadla başlayırlar mübahisə etməyə və qadın hər zaman deyir ki, mənim dediyim doğrudur və yaxud da kişi deyir ki, mənim dediyim doğrudur. Çünki əslində bilirlər yanlış oldu. Burada həddən artıq narsistlik ola bilər. Yəni bu da gəlib bizim uşaqlıq ehtiyacımıza dayanır və yaxud da dinlənilməmək. Dinlənilməmək nədir? Yəni biz özümüzü ifadə edə bilmiriksə, fikirlərimizi deyə bilmiriksə, bu uşaqlıqdan gələn bir ehtiyacdır.
Gələcəkdə nə problemlər olur? Belə deyim, məsələn, uşaq vaxtı deyirik, sus, danışma, sən nə bilirsən, uşaqsan, get otur yerində, kimi ifadələr, yəni danışmamağı öyrədir bizə. Sən özünü ifadə etməməyi öyrədir bizə. Bu nə olur? Aqressiya. Məsələn, indi yetişkin mənsiniz. Bəzən görürsünüzmü? Nəsə bir problem yaşayırsınız və onu açıq-açıq deyə bilmirsiniz. Mən bu cür yaşayıram. Yəni mən bu cür hiss edirəm. Mən bu cür düşünürəm. Bu cür düşünürəmmi, bu cür hiss eləyirəmmi desəm, elə bilərsiniz ki, nəsə olacaq, nəsə bir problem baş verəcək və atırsınız içinizə müəyyən dövr sonra artıq münasibətlərdə aqressiya, şiddət və s. yaranır. Ona görə bu mərhələdə diqqətli olmalıyıq. Həqiqətən də hal-hazırda mənim hansı ehtiyaclarım ödənir? Bu ehtiyaclara baxaraq siz həm uşaqlıq dövrünüzün ehtiyaclarını özünüzə sual verə bilərsiniz. Həm də indi əgər valideynsinizsə, öz uşaqlarınızda hansı ehtiyacda zəiflik olduğunu görüb düzəldə bilərsiniz. Keçək növbəti ehtiyaca sərhəd. Sərhəd nədir? Yəni biz öz sərhədlərimizi bilməliyik. Tamam mı? Nəyisə istəmiriksə yox deməyə rahat ifadə edə bilməliyik. Bəzən bu uşaqlıqdan olmur. Çünki istənilən kimi bizim sərhədimizə girirlər, seçim vermirlər. Asanlıqla daxil olub, asanlıqla çıxırlar, belə deyim. Və burada sərhədsizlik yaranır. Sərhədsizlik də gətirib bizi hal-hazırda bir sıra problemlər, məsələn, bir sıra özümüzü ifadə edə bilməmək problemlərinə gətirib çıxardır. Ən əsası yox deyə bilməməyə. Dəyəri hiss etmək ehtiyacı. Əgər bir ailə dəyəri səni hiss elətdirirsə, uşaqlıqdan bu ehtiyac ödənibsə, gələcəkdə sən artıq olursan özgüvənli, tərk edilmə qorxusu olmayan bir yetişkin mən. Burada Karl Jung deyir ki, bizim şuuraltımızda olanlar bizim şuurumuza gəldikdə, yəni şuuraltımızda baş verənlər şuurumuza gəldikdə biz artıq problemləri asanlıqla həll edə bilərik və yaşadığımız bir qədər deyirlər. Yəni yaşadığımız bizim qədərimiz, yəni qismətimiz deyil, bizim öz seçimlərimiz olduğunun fərqinə varırıq. Yəni bəs bu şemalar, bu sxemalar bizim indiki dövrümüzdə nə kimi mənfi tərəfləri var. Yəni niyə bizə təsir edir? Niyə bu qədər bizi yorur? Unutmayaq ki, şemalar uşaqlıq vaxtı bizi qoruyub. Yəni şema dediyimiz, sxema dediyimiz bu hisslər bizi qoruyub, bizi güvəndə saxlayıb. Biz onunla böyümüşük. Amma artıq bu dövrdə bizim davranışlarımızı məhdudlaşdırır. Biz çox tez şikayət edirik ki, mən İstəmədiyim bir şey etdim, amma istəmirdim onu etmək. Mən həddən artıq gərgin oldum. Mən o qrupa daxil, o cəmiyyətə daxil olmaq istəyirəm və yaxud da o belə deyək, o çıxış eləmək istəyirəm, o işləri görmək istəyirəm, amma edə bilmirəm. Niyə? Məhdudlaşdırır bizim daxili şemalarımız. Və daxili şemalar uşaqlıqdan gələn travma deyək. Yəni bizim anladığımız dildə bu travmalar, yəni kök salmış inanclar gəlib indiki yetişkin həyatımızla üst-üstə düşdükdə daxildə konflikt yaranır və deyirik, daxili gərginlik, yəni deyirik, biz gərginik, əsəbiyik, aqressivik, hətta bunun heyfini deyirik ki, uşaqdan çıxırıq, münasibətimizdəki iş yoldaşımızdan çıxırıq, sevgi münasibətlərdə yoldaşımızdan çıxırıq və s. və s. Yəni bu bizim inanclarımızla əlaqəli olan problemlərdir. Növbəti mövzumuz bizdə gələcək Karpman üçbucağı. Bəlkə də çoxunuz ilk dəfə də eşidirsiniz. Bəlkə də mənim burada mütləq ki, seanslarımdan qoşulan şəxslər var. Bunların hər birində mən bu Karpman üçbucağını başa salmışam. Çünki görürəm ki, bu üçbucaqda yaşayan insanlar çoxdur. Çoxu yəni bununla bağlı məlumatı var, amma bəziləriniz ilk dəfə eşidəcəksiniz. Düzdür, adı biraz qəliz səslənir, amma mən sizə çalışdığım qədər öz dilimizdə aydın bir dildə başa salacağam. Karpman üçbucağı roldur. Yəni rollarımız. Belə deyim, biz bir dairə təsəvvür edin, bir də üçbucaq təsəvvür edin. Təsəvvür edin ki, çoxunuz o üçbucağın içindəsiniz. Və o üçbucağın belə deyim, üst nöqtəsini qurban rolunda, yan nöqtələrini xilas edici və günahkar rolunda təsəvvür eləməyə çalışın. Qurban nədir? İndi mən sizə qurbanı başa salacağam və hər birini hissə salanda başa o sualları özünüzə verin və çox xahiş edirəm. Ən sonda, yəni bu rolları danışdıqdan sonra hansı rolda özünüzü hiss elədiniz, onu çata qeyd edərsiniz. Yaxşımı?
Qurban rolu. Qurban olanda necə olur o? Belə deyim, hər zaman şikayət edirik. Özümüzü daha doğrusu özümüzü aciz, özümüzü belə deyim, çox narahat, heç nə biz edə bilmərik düşüncəsində oluruq. Yəni gücsüz görürük və gözləyirik ki, bizi kimsə gəlsin, xilas eləsin. Bu cür insanlar, qurban rolunda olan insanlar xilas edəni gözləyir hər zaman. Hər qurbanın bir xilas edicisi, hər xilas edicinin bir qurbanı vardır. Yəni bunlar hər zaman bir-birini gözləyirlər. Mən edə bilmərəm, mən bacarmaram, mən qorxuram, bu işlər mənlik deyil və yaxud da deyirlər ki, mən bu coğrafiyada doğulmuşam, mənim günahımdır. Mənim atam-anam budur, mənim günahımdır. Amma başa düşmürük ki, bu cür biz roldayıq. Yetişkin mənin sağlam həyat tərzi bu cür olmamalıdır. Nədənsə şikayət etməməliyik. Biz bunu uşaqlıqda yaşadıq. Bu rollar uşaqlıqda qaldı və bunlar bizi uşaqlıqda qorudu. Hal-hazırda bizim bunlara ehtiyacımız yoxdur. Qurban rolu hər zaman gözlüyü üçün kömək gəlsin və qurban rolunda olan insan gücsüz insan deyil. Sadəcə məsuliyyəti atır üzərindən. Çünki niyə? Çünki onu bir xilas edən mütləq vardır. Onda xilas edici nə iş görür? Xilas edici deyir, belə deyim, mən sənə kömək edəcəm. Mən sənə kömək etməliyəm. Bəzən başqalarına kömək edib həddindən artıq həzz alırıq. O həzz duyğumuzu elə bir tamamlayırıq. Xoşbəxt oluruq, sevgi dolu oluruq. Bax, bu çox zaman xilas edicilikdir. Yəni demirəm hər köməkdə xilas edicilik rolunu oynayır, amma həddən artıq lazımsız köməklər xilas edici rolunda olduğunu bizə bildirir. Xilasedici insan soruşmadan kömək edir, soruşmadan yol verir, soruşmadan hər bir addımı soruşmadan, yəni onun ehtiyacı vardı, yox, sadəcə onun gözü gəzir. Bir zəif insan tapsın, onu xilas eləsin. Yenə nə olur burada? Həzzi tamamlanır, sanki daxilən xoşbəxt olur və xilasedici insan kimi, məsələn, gəlin bir misal çəkin, bunu daha yaxşı anlayacaqsınız. Qurban rolunda bir ana götürək. Ana hər zaman əlindən gələni edir. Uşaqlara vaxtı-vaxtına yemək verir və yaxud da həyat yoldaşına verir. Vaxtı-vaxtını işlərini görür və hər şeyi vaxtı-vaxtını etməyə çalışır və beynində bir şey var. Mən vaxtı-vaxtında eləməliyəm, vaxtı-vaxtında bunlara çatmalıyam. Bu artıq digər roldur, günahlandıran roldur. Burada ana olur günahlandıran. Yəni daha doğrusu ana olur burada qurban rolunda, yəni kömək xilasedici rolunda. Daha sonra çevrilir qurbana. Necə olur? Artıq zəifləyir. Mən bacarmıram, mən artıq yorulmuşam, mənim gücüm çatmır. Və müəyyən dövrdən sonra olur günahlandıran. Nə edir? Başlayır deyir. Hər şeyi mən edirəm. Heç mənə fikir vermirsiniz. Heç məni gözünüzə almırsınız, məni görmürsünüz. Mən yorulmuşam. Sən günahkarsan, siz günahkarsınız. Başlayır bir günahkar axtarmağa. Yəni dediyim odur ki, bir insan eyni zamanda bir neçə rola girə bilər. Həm qurban, həm günahkar, eyni zamanda xilasedici rola girə bilər. Xilasedici roldan danışarkən bir dənə bunu əlavə edim ki, xilasedici hər zaman belə deyim, xilas edəndir. Yəni heç bir zaman o qurban roluna girmək istəmir. Hər zaman xilas edən olmaq istəyir. Bəs günahkar rolu nədir? Günahkar rolu misal içərisində dedim, amma daha da aydın deyim, sən dilindən istifadə edir. Sən günahkarsan, sən etdin. Yəni o qədər həddən artıq özünü qurban edir ki, müəyyən dövrdən sonra günahkar olmağa başlayır. Günahkardıran olmağa başlayır və qarşı tərəfə deyir ki, sən dilindən istifadə edir. Biz əsasən münasibətlərdə və ailə münasibəti olsun, sevgi münasibəti, dost münasibəti sən dilindən çox istifadə edirik. Buna sən dili və mən dili deyilir ki, bu bizim əslində sən dilindən istifadə etmək bizim aqressiyamızı artırır və qarşı tərəfin aqressiyasını artırır. Təsəvvür edirsiniz, siz biri ilə mübahisə edərkən sən etdin, sən elədin, sən bu işlərin başında durursan və s. və s. Bu cür sən deyərək gərginləşdirir. Qarşı tərəf nə edir? Bizə real bir təhlükə gələndə əlimizi qarşısına verib stoplamağa çalışır ki, məsələn, tutaq ki, şiddətli bir alov olsun və yaxud da yol qəzası olsun, maşın üzərimizə gəlsin, onu stoplamağa çalışırıq, düzdürmü? Bu da o cür bir şeydir. Kimsə bizə sən etdin, bu artıq bizim üçün təhlükədir. Və nə edirik? Başlayırıq onu stoplamağa və ona qarşı deyirik, sən də elədin.
Sən vaxtında etməzdin, sən vaxtında bunlara yol verməzdin və nə olur? Mübahisə düşür. Gəlin belə bir şey deyim. Bir qadın düşünün və yoldaşı bütün günü televizora baxır və işdən gəlir, televizora baxır, qadın deyir: "Sən nə qədər televizora baxırsan? Sən bu uşaqların psixologiyasını pozmusan, sən məni uşaqları vecinə almırsan, yorulmuşuq." Yorulmuşuq deyir. Düzdür, deyir yorulmuş, amma sən etdin deyir və sonda kişi neyinir? Əsəbləşir, daha tərk etmə davranışı, otaqdan çıxıb getmə və s. Amma burada mən dilindən istifadə edəndə işlər daha rahat olur. Mən televizora baxanda, televizora baxdığım üçün mən çox gərgin oluram. Mən düşünürəm ki, uşaqlar səninlə vaxt keçirmək istəyirlər. Mən düşünürəm ki, mən tək qalıram. Mən də ailəmlə vaxt keçirmək, sevgi dolu söhbətlər eləmək istəyirəm. Və yaxud da son dövrlər belə bir misal deyim. Yoldan bir dəqiqə, hə. Yoldan bir uşaq qırmızı işıq, yaşıl işıqda keçdi və şükür maşın qəzası yol qəzası olmadı, amma ana götürdü uşağı çırpmağa başladı, döyməyə başladı. Dayanmadan belə deyim, şillələyir. Və uşaq ağladı və uşaq bilsiz belə donuq vəziyyətdə qaldı, anlamadı. Başladı, sən neynirsən, sən necə uşaqsan, səni necə idarə edim dedi. Amma bunun yerinə mən sənə görə çox narahat oldum. Yolu keçmən məni çox, yəni duyğunuzu ifadə edin. Mən düşündüm ki, səni itirərəm. Mən düşündüm ki, sənə nə isə olar. Mən qorxdum. Baxın, duyğu qorxdum. Mən düşündüm sənə nə isə olar düşüncəsi. Yəni düşüncəmizi, duyğumuzu dilə gətirmək bu qədər çətin olmamalıdır. Və mən etdim bunu, mən düşündüm deyərkən biz özümüzü günahlandırmırıq, özümüzü ifadə edirik. Bu rollar bizim həyatımızda çox önəmlidir. Yəni bu rollardan çıxıb sağlam həyata getmək, sağlam yetişkin moduna girmək əslində çətindir. Biz bunu terapiyalarla, texnikalarla çözürük, yəni həll edirik. Seanslarda bu rollar üzərində işləyirik, müəyyən texnikalardan istifadə edirik. Yəni bilmirəm nə qədər başa düşdünüz, düşmədiniz, amma əgər özünüzün rolunuzu təsəvvür edə bildinizsə, hansı rolda daha çox olursunuzsa gün ərzində istəyərdim ki, onu çatda qeyd edəsiniz. Biz də onu oxuyaq. Bizim üçün də maraqlıdır. Görə insanlar ən çox hansı rolda olurlar? Demək, niyə təhlükəlidir rol? Rol niyə təhlükəlidir? Yəni burada problem çözülmür. Baxın, siz hər zaman qurban rolunda olanda, hər zaman xilas edəndə, hər zaman günahlandıranda, kimisə günahlandırma adam tapanda belə deyə və ya da şərait tapanda və ya da coğrafiyanı günahlandıranda biz inkişaf etmirik. Problem eyni nöqtədə qalır. Yəni biz burdan çıxa bilmirik və ya da insanlar bir-birini böyütmür. Həqiqətən də biz başqasına şikayət edərək böyümürük, başqasına qurban edərək özümüzü böyümürük, xilas edərək böyümürük. Yəni bunlar sadəcə bizim qısa müddətli həzz prosesidir. Yəni qısa müddətli bizə həzz verə bilər, qısa müddətli bizi rahatlada bilər, aqressiyamızı tökə bilərik, amma böyümürük və emosional tükənmə, artıq bezirik, artıq yoruluruq. Necə qısır döngüdə olduğumuzu hiss edirik. Gedib gəlib eyni nöqtəyə giririk. Həm ailə münasibətində, həm uşaq valideyn münasibətində bu problemlə tez-tez rastlaşırıq. Demək, sağlam düşüncəli insan olmaq üçün nə etməliyik və Kartman üçbucağından sağlam düşüncəli insanın fərqi nədir? Qısa deyəcəm, qurban olmaq istəyirsinizsə, siz Kartman üçbucağındasınız. Amma belə deyək, siz yetişkin, sağlam düşüncəli yetişkin olmaq istəyirsinizsə, burada siz məsuliyyət almalısınız sadəcə. Yenə deyirəm, bunu texnikalarla öyrənirik. Siz məsuliyyət almalısınız dedikdə, mən bugündən məsuliyyətimi götürürəm olmur. Çünki o iş bucaqdan çıxmaq biraz çətindir. Biraz yox, daha çox çətindir ki, son dövrlər fikir verirəm, demək olar ki, insanların çoxu bu iş bucaq içərisində həyatını yaşayırlar. Yəni qurban yox, məsuliyyət alan olmalısınız. Xilas edən yox, yanında olan olmalısınız. Baxın, uşaqlıqdan xilas etmə istəyi o qədər
bizdə formalaşıb ki, biz başqalarını xilas etməyə meyilli olmuşuq və böyüyərkən də xilas etməyə çalışırıq ancaq. Yəni e, kimsə bizdən nə isə soruşmadan axı ona kömək edirik. Bu doğru bir şey deyil və yaxud da kimisə acısını, biri xəstədir, tutaq ki, hər hansı bir ağır əməliyyat olacaq, o sizə danışır və siz bütün günü emosional olaraq çöküş yaşayırsınız. Və yaxud da yaxın birinizi itirirsiniz, emosional, tamam, bu ilk vaxtlarda yas dövrünü yaşamaq normaldır. Normal olaraq bu duyğuları hiss etməlisiniz. Amma müəyyən dövrdən sonra sanki özünüzü bir günahlandırırsınız ki, mən onu bir falan cür xilas edə bilərdim. Bəlkə maddi cəhətdən, bəlkə də yanında mənəvi olaraq yox, müəyyən bir iş görərək xilas etmək. Yəni e, belə deyim, onun emosiyalarını, duyğularını özünüzdə həddən artıq hiss edirsiniz, həddən artıq empatiya qurmağa çalışırsınız və burada artıq siz bir çöküş yaşayırsınız. Xilas edən biri, biz heç vaxt heç kimi xilas edə bilmərik. Bunu bilməliyik. Hər zaman biz özümüzə deyirik, xilas edici deyiləm mən, bir super qəhrəman deyiləm mən. Mən kiminsə yanında ola bilərəm, kiməsə dəstək ola bilərəm. Onun duyğularını hiss edə, ona kömək edə bilərəm müəyyən qədər, amma mən onu tam xilas edə bilmərəm. Çünki son dövrlərdə problemlər o qədər artıb ki, və biz hər kəsin duyğusunu özümüz kimi yaşasaq, onları xilas etməyə çalışırıq, yersiz yardımlar etməyə çalışırıq. Tamam, bəzən biz özümüzün yardıma ehtiyacı olduğu anda biz başqasına yardım edirik. Yəni, tutaq ki, maddi yardım bizim ehtiyacsız, amma bir başqasına görürük, özümüzdə olanı ona veririk. Bu artıq sağlam yardım deyil. Yəni, sağlam düşüncə belə deyil. Çünki biz nə edirik? Xilas edirik. Xilas etmək duyğumuzu təmin etməyə çalışırıq. Yəni bu doğru bir şey deyil. Yəni yanında olmalıyam, sənin yanındayam, dəstək verirəm, amma xilas edənin deyiləm. Hər zaman onu özünüzə xatırlayın. Ya siz atanızın, ya ananızın, ya bacınızın, ya başqalarının həyatının yaşanmaq səbəbi siz deyilsiniz. Onlar əgər çətin həyat yaşayırlarsa, səbəbi siz deyilsiniz. Onlara kömək yanında olmaq başqa, onları xilas etməyə çalışmaq və bu zaman xilas edə bilməyəndə isə mənfi duyğulara qapılmaq artıq sizi çöküşə apara bilər. Və hər zaman bunu xatırlayın. Mən atamın, anamın qoyduğu mirası artıq daşımıram. Yəni onların ya duyğu mirasını, ya düşüncə mirasını belə deyək, daşımıram. Mən onların qoyduqları, onların mənə ötürdükləri duyğuları, düşüncələri artıq uşaqlığımda yaşamışam. Yetər, artıq özümə sərhəd qoymuşam. Öz duyğularımı, öz düşüncələrimin fərqində olmağa, öz yolumla davam etməyə çalışıram. Daha sonra gəlirik, üçüncü də dedik, günahlandıran. Günahlandıran rolda, belə deyim, mən heç kimi günahlandırmayacağam, mən artıq sağlam yetişkin insan bu olur, günahlandıran yox, mən öz məsuliyyətimi alıb sərhədlərimi qoyacağam. Siz əgər sərhədinizi qoysa, vaxtında boşuna özünüzü qurban etməsəniz, hal-hazırda heç bir günahlandırma yaşamayacaqsınız. Bəzən həddən artıq özünüzü qurban eləyirsiniz. Bu ailə münasibətində olur, dost münasibətində. Məsələn, dostunuza həddən artıq fədakarlıq edirsiniz. Bu maddi, mənəvi və s. Və onun qarşılığını görməyəndə gərgin olursunuz və günahlandırırsınız. Onu günahlandırmağa çalışırsınız. Əslində bu sərhədinizi bilmədiyinizə görədir. O yox deyə bilmədiyinizə görədir. Yəni yetişkin insan sərhəd qoymağı bacarmalıdır ki, günahlandıran insan olmasın. Növbəti mövzumuz isə azadlıq nədir? İstədim ki, bunu da qadınlarımıza aydınlatam. Çünki yersiz stres, gərginlik, aqressiya son dövrlər qadınlarda o qədər artıb ki, yəni mənim seansıma gələnlərdə bir sərt duruş var. Mən azadlığımı əldə edəcəm, mən azad olmalıyam. Yəni görürəm ki, bu azadlığı yanlış anlayırlar. Həqiqətən də kişilərdən üstün olmağa çalışmaq azadlıqdırmı? Və yaxud da qadınların azadlığı niyə bəzən yorucu olur? Bu sualı vermək istəyirəm. Yəni həqiqətən düşünmüsünüzmü? Bu azadlıq nədir? İnsanlar niyə bu qədər azadlıq mübarizəsindədir? Baxın, hər bir burada Carl Jung'un da bu enerji ilə, qadın enerjisi, kişi enerjisi ilə bağlı müxtəlif fikirləri var. Onları da nəzərə alaraq, öz təcrübələrimi də nəzərə alaraq sizə demək istəyirəm ki, qadın həqiqətən də autentik deyirlər, autentik enerjisinə qayıtmağı bilməlidir. Yəni əsl qadın enerjisinə qayıtmağı bilməlidir. Biz kişilərlə yarışa girməli deyilik. Onların kişi enerjisi, bizim qadın enerjimiz var. Tamam, azadlıq deyərkən
Bu o demək deyil ki, biz kişilərlə bərabər, paralel getməliyik və yaxud da onlarla yarışa girməliyik. Başa düşürsünüz, yarışdasınız. Bu yarış sizi yıpradır, yorur, narahat edir, gərginləşdirir və bu münasibətlərdən çox özünü göstərir. Məsələn, qadın-kişi münasibətində qadın səhv ola bilər bəzi hallarda, amma mən evdə daha üstün olmalıyam. Axı deyiblər azadlıq qadının daha belə sözünü deməsidir, daha. Amma bəzən münasibətlərdə bunlara yol verməməliyik. Bəzən empatiya qurmağı bacarmalıyıq. Bəzən özümüzü xatırlatmalıyıq ki, bu mənə sadəcə gərginlik yaradır. Mən öz avtentik enerjimdə deyiləm. Qadının zərifliyi, qadının incəliyi artıq son dövrlərdə yox olmağa başlayır və qadınlar mən güclüyəm, mən kişi kimi sərt olmalıyam. Mən hər şeyi mən etməliyəm. Hətta evdə nəsə bir əşya qırılanda özüm edərəm, mənə heç kimə ehtiyac deyil düşüncəsi yaranır. Bunu zaten biz fərqindəyik, amma bunu bir düşünün, kişilər olmasaydı nələr etməzdik? Sadəcə kişilərə görə bəzən həddən artıq yenə də mərkəzə kişini qoyub onun enerjimizi almasına yardım edirik. Mərkəzdə kişi durur, ətrafda isə bizim düşüncələrimiz. O kişilərlə bərabər, daha doğrusu o kişilərlə yarışa girməliyik. Bu aqressiya həddən artıq sizi narahat edici duyğulara gətirib çıxarda bilər. Bunun Buna bir misal çəkim. Təsəvvür edin, siz bir e, belə deyim, barabansınız. Siz baraban olmayın. Kişi enerjisi baraban olsun, daha sərt səsi çıxsın. Siz də bir daha incə, daha necə bir şey deyəsin, məsələn, tar deyək. Tarın səsi barabana nisbətdə daha zərif, daha incə olsun və siz tarsınız və o incəliyinizi, o zərifliyinizi qorumaq əvəzinə baraban kimi səs çıxartmağa çalışırsınız və necə olur, nə baş verir? Simləriniz yavaş-yavaş qırılır. Simləriniz yavaş-yavaş qırılanda o ailədə harmoniya qalmır. Həm özünüzü qırırsınız, həm kişiyə qarşı münasibətdə müəyyən problemlər yaşayır və harmoniya itir. Ona çatmaq istəyəndə harmoniyanızı aşağı salırsınız. Sevgi münasibətlərində bu çox-çox görünür. Ona görə qadınlarımız, biz internet üzərindən blogerlərdir, digər məşhurlardır. Bunlara baxıb, yəni daha çox azadlıq budur düşüncəsinə qapılmamalıyıq. Yəni onlar bizim görmək istədiklərimizi göstərirlər. Biraz daha rahat, relaks olmalıyıq. Bəzən o incəliyimizin, zəifliyimizin, qadınlığımızın, cismimizin fərqi də varmalıyıq. Onu hiss eləmək bizi xoşbəxt edəcək. Nəinki yarışa girmək. Yəni ailə də yarış üçün deyil, ailə də sevgi üçündür, bir harmoniyadır, qarşılıqlı münasibət üçündür. Yəni bəzən başqalarına baxıb qarşı tərəfə də yora bilərik. Bu günlük bu qədər qısa və öz danışmağa çalışdım. İstədim ki, içimdə olanları sizlə bölüşüm, sizə müəyyən qədər məlumatlar çatdırım ki, siz bir fərqindəlik yaşayasınız və bu onlarla qadının bura yığışması ilə onların tək olmadığını və bir çox qadının bu problemi yaşadığını hiss elətdirmək istədim. Awaken Yourself Akademiyasının təsisçi direktoru Ayşən xanıma təşəkkür edirəm ki, bu webinarı təşkil etdi. Yeni olmaqlarına baxmayaraq mövzunu daha gözəl seçdilər, belə deyək, ortamı daha gözəl idarə elədilər. Çox sağ olun, təşəkkür edirəm bütün komandaya. Suallarınız da varsa aça bilərlər Ayşən xanım videonu və yaxud da səsi, yoxsa direktdən cavablasınlar, chatdan cavablasınlar. Kiminsə sözü varsa chatda yazsın, səsini açaq. Suallarınız varsa verə bilərsiniz. Fikirlərinizi bölüşə bilərsiniz ümumiyyətlə. Nələrin fərqinə vardınız? Necə keçdi webinar? Xanımımızın biri yazıb ki, yoldaşım üçün yaşayıram. Yoldaşınız üçün necə yaşayırsınız? Çox maraqlıdır. Yəni, nə ifadə eləmək istədiniz? Bəzən, hə, o bayaqki testin cavabı olaraq deyir.
siz, yəni texnikanın cavabı ola bilər. Bəlkə də özünüz üçün də yaşamağın vaxtıdır. Mən demirəm egoist olun, ailənin fərqinə varın, amma müəyyən nöqtədə özümüzün fərqinə varmaq ailəni də daha xoşbəxt edəcək. Yəni bu nə deməkdir? Siz öz enerjinizi, yəni resursunuzu yaxşı saxlasanız, gözəl saxlasanız, siz xoşbəxt olsanız, ətrafınız da xoşbəxt olacaq. Enerji ötürülən bir şeydir. Sən yoldaşına, yoldaşın uşaqlara və yaxud da sənə və yaxud da ətrafına, onlar da yenidən səni ötürür. Ona görə birinci özümüz üçün yaşayaq. Daha sonra onlar da zaten sənin özün üçün yaşadığını görüb, yaşama həvəsləri oyanacaq və daha yaxşı münasibətə çevriləcək. Aysel xanım yazıb, çox təşəkkür edirəm, minnətdaram. Günel xanım, təşəkkür edirəm. Bəzi lampalar yandı beynimdə. Nə xoş mənə ki, bəzi qadınlarımıza təsir etməyə, belə deyim, bir platforma yarandı və təsir edə bildik və bəlkə də bir çox qadın bu seminardan sonra oturub düşünəcəklər. Həqiqətən biz roldayıqmı? Biz nələr yaşayırıq? Və yaxud da bizim şemalarımız nələrdir? Uşaqlarımızın hansı ehtiyacları ödənmir? Demək istədim, çox sağ olun, çox sağ olun. Belə söhbətlər çox olsun. Çalışdığımız qədər, vaxt edə bildiyimiz qədər inşallah ki. Başqa sualınız yoxdursa, biz də heç sizin və yaxud da öz vaxtımızı belə deyək, ayırdığımız qədər ayırdıq, yəni istifadə edək. Daha qiymətli, daha sağlam webinarlarda da görüşərik inşallah. Təşəkkür edirəm hər birinizə, qoşulduğunuz üçün, dinlədiyiniz üçün. Ayşən xanıma bir daha təşəkkür edirəm. Ayşən xanım, çıxa bilərikmi? Bəli. Tamam, hər kəs sağ olsun, gecəniz xeyir.